Siyasi şərhçi Rəşad Bayramov suallarımızı cavablandıracaq. Rəşad bəy, zəhmət olmasa buyurun, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, xoş gördük. Elə Kaya Kallas'ın açıklaması ilə də başlayaq müzakirəmizə və Kaya Kallas deyir ki, Avropa İttifaqına daxil olub-olmamaq Ermənistanın qərarıdır və aydın məsələdir ki, bugün Paşinyan böyük məmnuniyyətlə Avropa İttifaqına Ermənistanın daxil edilməsini istəyər. Amma bir tərəfdən də digər bir blokda da təmsil olunur Avrasiya İqtisadi İttifaqı ki, bu da bir mənalı hər iki blokda təmsilçiliyi istisna eləyir. Rusiya dəfələrlə deyib ki, siz orada varsınızsa burada ola bilməzsiniz. Avropa İttifaqı hazırda, yəni Avropa İttifaqından hazırda Ermənistana yönəlik belə yumuşaq açıqlamalar seçkiyə yönəlmiş bir addımdır, yoxsa doğrudan da perspektivi var bu məsələnin? Prinsip etibarilə Kaya Kallas'ın açıqlamaları təkcə Ermənistana yox, həm də Ermənistanda ictimai rəyə yox, o cümlədən digərlərinə də bir mesaj kimi qəbul olunmalıdır. Yəni, faktiki olaraq Avropa İttifaqı Cənubi Qafqaz maraqlarını Ermənistan üzərindən həyata keçirmək niyyətini ortaya qoymaqla yanaşı, Ermənistanın da bu və digər şəkildə qərbə inteqrasiyasını stimullaşdırmaq üçün faktiki olaraq bu cür bəyanatlarla çıxış eləyir. Təbii ki, Ermənistanın indiki şərtlər daxilində Avropa İttifaqına üzvülüyü üçün təqribən bir 15-20 il müddət lazımdır. Çünki Avropa İttifaqının üzvülük şərtləri, yəni keçiriləcək prosedurlar bu qənaətə gəlməyə imkan verir. Yəni, birinci, ilk növbədə biz bilirik ki, institusional islahatlar həyata keçirilməlidir. Yəni, hüquq sistemi, o cümlədən qanunvericilik və s. Avropa İttifaqının standartlarına uyğunlaşdırılmalıdır. İkinci, bir tərəfdən Avropa İttifaqı artıq öz sıralarına, belə deyək, iqtisadi cəhətdən asılı və yaxud da iqtisadi cəhətdən özü-özünü təmin etməyən ölkələri qəbul etmək niyyətində deyil. Çünki bu faktiki olaraq Avropa İttifaqı üçün əlavə maliyyə yüküdür və təbii olaraq da müsbət qarşılanmır. Digər bir tərəfdən isə qeyd etdiyimiz məsələ Ermənistanın hələ də həm təhlükəsizlik baxımından, həm də iqtisadi baxımından digər bir blokdan faktiki olaraq daha konkret desək, Rusiyadan asılılığı məsələləri var ki, bütün bunların aradan qaldırılması fonunda Avropa İttifaqına üzvülüyü Ermənistanın mümkündür. Bu da qeyd etdiyim kimi uzun bir yoldur. Amma Avropa İttifaqı, yenə deyirəm, bu günləri özünün region maraqlarını təmin etmək üçün təbii ki, Ermənistanın da Avropa İttifaqı sıralarında üzv olmasını istəyər. Ona görə də bu müddət ərzində, yəni keçiriləcək o yol müddətində bu və ya digər şəkildə Ermənistana dəstəyini də ifadə eləyəcək. Bu maliyyə dəstəyi də olacaq, bu ayrı-ayrı iqtisadi proqramlarda Ermənistanın iştirakının təmin olunması ilə bağlı veriləcək dəstək də ola bilər. Amma təbii ki, son sözü təkcə Ermənistan yox, həm də Avropa İttifaqı üzv ölkələri yeşilliklə deməlidirlər. Çünki hər hansı bir üzvün qəbulu üçün mütləq şəkildə konsensus tələb olunur. O baxımdan, belə deyək, Avropa İttifaqı həm Ermənistanın öz sıralarında olmasını təbii ki arzuluyur, amma bunun üçün konkret şərtlərin də mütləq şəkildə icra olunmasını tələb eləyir. Bu şərtləri Ermənistan hansı müddətə və necə icra eləyəcək, hər şey ondan asılı olacaq. Əslində, Cənubi Qafqazın Avropa İttifaqına üzv olacağı gözlənilən ölkəsi Gürcüstan idi və Gürcüstan hətta bu yolda uzun bir məsafədə qət eləmişdi. Çox yaxınlaşırdı, hətta deyək ki, 3 ay müddətinə, 90 gün müddətinə vizasız gediş-gəliş məsələsi, sadələşdirilmiş viza sistemi tətbiq də edilir və Gürcüstan vətəndaşları asanlıqla Avropa İttifaqı ölkələrinə gedib müvəqqəti də olsa çalışa bilirlər. Yəni, Şengen deyə, vizası deyə bir tələb də irəli sürülmür onlara qarşı. Ermənistan üçün də həmin o yol, yəni Gürcüstanın keçdiyi o yol görünürmü? Deyək ki, Gürcüstan xeyli yol qət edib, amma hələ də Avropa İttifaqının üzvü deyil. Bundan sonraki mərhələdə yəqin ki, hələ ki, Rusiya yönümlü bir hakimiyyətin olduğunu əsas gətirərək etməyəcəklərdir. Amma yolun qət olunması baxımından sual ünvanlayıram. Hətta bu gün Gürcüstanda, belə deyək, qərb yönümlü hakimiyyət olsa belə, yəni bu o demək olmayacaq ki, elə Gürcüstan avtomatik olaraq Avropa İttifaqının üzvlüyünə qəbul olunacaq. Yəni burada, belə deyək, hakimiyyətin hansı yönümlü olmasından digər vacib şərtdə, yəni Paşinyan kifayət qədər qərb yönümlüdür da, düzdürmü? Amma prinsip etibarilə bugün Ermənistan cavab vermir Avropa İttifaqı maraqlarına. Və Gürcüstan da, təbii ki, Gürcüstan Ermənistandan daha çox yol qət eləmişdi bu istiqamətdə. Amma faktiki olaraq bütün
belə deyək, Avropa İttifaqının şərtlərinə cavab vermədiyi üçün və onun qəbulu gecikdirildi və bundan sonra da nə vaxt qəbul olacağı da belə deyək, sual altındadır. Ermənistan üçün Gürcüstana etdikləri kimi jestlər oluna bilərmi? Yəni söhbət vizasız gediş-gəlişdən gedir, söhbət digər belə deyək, Gürcüstan üçün yaradılan imkanlardan gedir. Prinsip etibarilə mümkündür. Amma yenə deyirəm, bütün bunlar o halda həyata keçiriləcək ki, o halda bu imkanlar Ermənistan üçün yaradılacaq ki, Ermənistan da Avropa İttifaqının maraqlarına uyğun hərəkət etsin və addımlar atsın. Yəni, bu günləri Ermənistanın, belə deyək, KTMT-də üzvlüyü qaldığı halda, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü qaldığı halda, Ermənistanın MDB ilə Vahid Kömrük İttifaqında qalacağı halda, necə ki, Rusiya deyir ki, Avropa İttifaqının üzvlüyü baş verəcəksə, bu Avrasiya İqtisadi İttifaqı üzvlüyündən avtomatik çıxmaq deməkdir. Avropa İttifaqının da şərtləri eynidir. Yəni, sən həm Avropa İttifaqına üzvü olmaq üçün müraciət eləyib, bu istiqamətdə belə deyək, addımlar atıb, paralel olaraq da Rusiya ilə bu və ya digər şəkildə Rusiyanın lideri olduğu bir platformada fəaliyyətini davam etdirə bilmərsən. Təbii ki, hər bir Ermənistana ediləcək jestlə bağlı Ermənistan qarşısında da konkret tələblər qoyulacaq. Və bu tələblər icra ediləcəyi halda təbii ki, Avropa İttifaqı tərəfindən də müəyyən addımlar atılacaq. Amma yenə deyirəm, bu günləri Ermənistanın faktiki olaraq, belə deyək, böyük ölçüdə Rusiyadan tamamilə uzaqlaşmaq kimi bir potensialı yoxdur. Bu potensial olacaqsa, yəqin ki, bu seçkilərdən sonra bu istiqamətdə daha konkret addımların biz atılmasına şahidlik eləyəcəyik. Xüsusən də bu gün Ermənistan üçün prioritet nədir? Bu gün Ermənistan üçün prioritet həm özünün təhlükəsizliyinin təmin olunması, həm də ən vacib məsələ müstəqil iqtisadi münasibətləri qurmaq potensialını ortaya qoymaqdır. Yəni, Rusiyanın iqtisadi asıllığından qurtarmaqdır. Bunun üçün mütləq şəkildə Azərbaycanla sülh lazımdır. Bunun üçün mütləq şəkildə Türkiyə ilə sərhədlərin açılması lazımdır. Yəni, bunlar baş verəcəyi halda tədricən təbii ki, Ermənistan da özü üçün bir iqtisadi platforma qurub, tranzit ölkəyə çevirmək imkanı əldə edərək əlavə maliyyə qazanmaqdan söhbət gedir. Türkiyə iqtisadiyyatının sərmayəsindən əlavə maliyyə qazanmaqdan söhbət gedir. Bütün bunların fonunda gələcəkdə Rusiyanın iqtisadi asıllığından qurtarmaq olar. Bu baş verəcəyi halda təbii ki, Avropa İttifaqı da bu və digər şəkildə Ermənistan üçün o yaşıl işığı yandıracaq. Amma yenə deyirəm, bu özü uzun bir prosesdir. İkinci bir tərəfdən ən vacib məsələ də odur ki, sən Avropa İttifaqının təkcə rəhbərliyinin ortaya qoyduğu şərtlər və yaxud da onların maraqları yox, həm də Avropa İttifaqının bütün üzvlərinin maraqlarına cavab verən siyasi mövqeyini sərgiləməlisən. Bir üzvün, belə deyək, yox deməsi faktiki olaraq bir ölkənin uzun müddət Avropa İttifaqı sıralarından kənarda qalmasına yatırıb çıxarır. O baxımdan Ermənistan üçün doğrudan da, belə deyək, ağrılı bir perioddur. Həm seçki baxımından ağrılı perioddur, həm də ümumiyyətlə Avropa İttifaqına inteqrasiya yolunda atılacaq addımlar baxımından olduqca ağır bir perioddur. Rusiyanın burada reaksiyaları da çox önəmlidir. Rusiyanın reaksiyası və Avropa İttifaqının da təzyiqləri. Yəni, hər iki tərəfdən bu günləri demək olmaz ki, təkcə belə deyək, Rusiya təzyiq eləyir, Avropa İttifaqı Ermənistanı qoruyur. Yox, hər iki tərəfdən təzyiqlər var. Çünki hər bir tərəf öz maraqlarının qorunub saxlanılması üçün təzyiq eləyir. Digər tərəf isə maraqları əldə etmək, o maraqları təmin etmək üçün təzyiq eləyir. Rusiya təzyiqi deyəndə həm də onu nəzərdə tuturuq ki, Paşinyan hazırda daha çox qərb yönümlü siyasət yürüdür deyə maraqları hardasa Avropa İttifaqından üst-üstə düşür. Amma Rusiya məsələsinə gələndə maraqlar uzlaşmır axı. Yəni, bu baxımdan deyirik ki, Rusiyanın təzyiqləri daha çox. Amma əlbəttə ki, nəticə etibarilə həm Avropa, həm də Rusiya öz maraqlarını diktə eləməyə çalışır. Rəşad bəy, burada bir də Türkiyə amili var. Biz bilirik ki, Türkiyədə vitse-prezident səviyyəsində təmsil olunur. Cevdet Yılmaz artıq gedib İrəvana və onu da qarşılayan şəxs də maraqlıdır. Türkiyə-Ermənistan prosesi üzrə, yəni normallaşma prosesi üzrə rəhbər Ruben Rubinyan. Ruben Rubinyanla dəfələrlə Türkiyə nümayəndələri arasında görüşlər keçirilib və Ermənistan çox istəyir ki, ümumiyyətlə Türkiyə ilə normallaşma prosesi sürətlənsin. Hətta Azərbaycanla sonraya qala bilər, amma Türkiyə ilə sərhədlər açılsın, bütün proseslər yoluna düşsün istəyir. Hətta Türkiyədən bir narazılığı da var ki, Azərbaycanı dinləyir bu məsələdə. Sizin fikrinizcə, Cevdet Yılmazın səfəri nə isə dəyişə bilərmi? Yəni, biraz da yumşalma baxımından.
Yəni Cəvdət Yılmazla Rubinyan arasında görüş ilk görüş deyil. Bundan qabaq dəfələrlə bu cür təmaslar olubdur. Çünki yenə deyirəm, nümayəndə heyətinin rəhbəridir faktiki olaraq Rubinyan və indiyə qədər biz Ermənistandan belə deyək, Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında da dəfələrlə görüşlərə şahidlik etmişik. Yəni bugünkü vəziyyət bundan qabaqki platformalarda da dəfələrlə müzakirə olunub. Yəni bu günləri təbii ki, dediyiniz kimi Ermənistan çox istəyir ki, Türkiyə ilə sərhədlər açılsın, Türkiyə ilə iqtisadi və diplomatik münasibətlər tamamilə bərpa olunsun. Çünki faktiki olaraq Ermənistan da kifayət qədər yaxşı dərk edir ki, bu günləri regionda Rusiyanın təsir imkanlarını, Ermənistan üzərində təsir imkanlarını belə deyək, minimallaşdıra biləcək yeganə güc Türkiyədir. İranın bu cür imkanları yoxdur. Digər qonşu ölkələr, Azərbaycan, Gürcüstan və s.'nin o dərəcədə təsir imkanları və o dərəcədə iqtisadi, belə deyək, Ermənistanın iqtisadi cəhətdən Rusiyanın asılılığından qurtarmaq tamamilə o səviyyədə deyil. Ona görə də burada Türkiyə çox mühüm və aparıcı rol oynayır və bunu belə deyək, təkcə Ermənistan yox, Amerika Birləşmiş Ştatları da Türkiyəyə təzyiq eləyir, Avropa İttifaqı da Türkiyəyə təzyiq eləyir və hətta 2-ci Qarabağ savaşından öncə də biz bu təzyiqlərə şahidlik edirdik. Müharibə bitəndən sonra antiterror əməliyyatlarına qədər də bu təzyiqlərə şahidlik etdik və sonraki dövrdə də və bunu Türkiyə rəhbərliyi də gizlətmir, dəfələrlə ayrı-ayrı platformalarda Qərb tərəfindən bu cür belə deyək, istəyin ən azından, yəni təzyiq deməyək, istəyin olduğu barədə məlumatları paylaşır. Bu günləri Cəvdət Yılmazın belə deyək, Ermənistana səfəri təbii ki, bu və ya digər şəkildə proseslərin sürətləndiриlə biləcəyi istiqamətində verilən mesajdır. Amma Türkiyə tərəfi dəfələrlə ən rəsmi şəkildə bəyanatla çıxış eləyib və bu barədə mövqeyini də ortaya qoyub ki, Türkiyə-Ermənistan münasibətlərinin tamamilə normallaşması Azərbaycan-Ermənistan münasibətlərində sülhün əldə edilməsindən keçir. Yəni söhbət belə deyək, təkcə sülh sazişinin paraflanması yox. Çünki bundan sonra da biz dəfələrlə Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında görüşlərə şahidlik etmişik. Paraflanma kifayət deyil. Eyni zamanda sülh sazişinin özünün imzalanması lazımdır bunun üçün. Bunun üçün də konkret şərtlər var. O şərtlər də məlumdur. Yəni Ermənistan konstitusiyasından ərazi iddialarının çıxarılması və burada söhbət təkcə Azərbaycana qarşı ərazi iddialarının çıxarılması getmir. Həm də Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması gedir. Ermənistan bu istiqamətdə addımlar atır. Biz bilirik ki, o möhürdən Ağrı dağın embleminin çıxarılması, digər rəsmi sənədlərdən Kepdən Ağrı dağın embleminin çıxarılması istiqamətində hansısa addımlar atmağa cəhd göstərdi. Tam normallaşma üçün mütləq şəkildə belə deyək, proses sona çatdırılmalıdır. Azərbaycanla olan proses sona çatdırılmalıdır və paralel olaraq Zəngəzur dəhlizi istiqamətində konkret fəaliyyətin həyata keçirilməsinə başlanılmalıdır. Yeri gəlmişkən bu da gecikir. Rəşad bəy, artıq Amerika Birləşmiş Ştatlarının başının İrana qarşılığı bəllidir. Donald Trump'ın hazırki gündəliyində daha çox gündəmində də İranla prosesi tez bir zamanda həll etmək, qarşıda gələn aralıq seçkidə nüfuzunu itirməmək və Rusiya-Ukrayna müharibəsi də mümkün olsa bunu da bitirmək. Amma Cənubi Qafqazla bağlı məsələlər hazırda çox da prioritetində deyil. Nəzərə almalıyıq ki, müharibə gedir. Mən açığı düşünürəm ki, bu Ermənistan tərəfinin istəyi ilə başlayan məsələdir. Çünki Amerika Birləşmiş Ştatları üçün prioritet, belə deyək də, məsələləri böyük prioritet Çindir. Ondan sonraki prioritet, misal üçün, İrandırsa, bu günləri həmin o, belə deyək, Zəngəzur dəhlizində trip marşrutunda bu və ya digər şəkildə söz sahibi olub, orada artıq fəaliyyətin bərpa edilməsi Amerika Birləşmiş Ştatları üçün olduqca böyük imkanlar açır. Yəni, birincisi, İran sərhəddində artıq gəlib oturmuş olur. İkincisi, həmin yol, yəni söhbət Zəngəzur dəhlizinin Trump marşrutundan keçir, həm də bir kəmər bir yol layihəsinin bir segmentini təşkil edir. Bu da faktiki olaraq Çinin də bu və ya digər şəkildə belə deyək, təsir altında qalması deməkdir. Yəni Çin öz məhsullarını bu yolla daşıyanda mütləq şəkildə orada Amerika Birləşmiş Ştatlarının belə deyək, kontrolundan, nəzarətindən keçən bir prosesdir ki, bu Amerika Birləşmiş Ştatlarının marağındadır. Sadəcə bu günləri həssas dövr olduğu üçün Ermənistana düşünürəm ki, bu Ermənistanın xahişi ilə seçkilərdən sonraki dövrə belə deyək, saxlanılıb və mən tamamilə əminəm ki, biz iyundan sonra, yəni iyul ayından etibarən Paşinyan hakimiyyətinin qələbəsi fonunda iyul ayından etibarən bu istiqamətdə aktiv fəaliyyətə şahidlik eləyəcək. Yəni qələbə qazanacağını düşünürsünüz? Mən elə düşünürəm. Yəni nəyin bahasına olursa olsun qələbə qazanacaq. Burada belə deyək, indiki hətta sorğu nəticələrində cəmi 28-29% səsi olan Paşinyan komandası, yəni hakim partiyanın mövqeyini bir tərəfə qoysaq, rəqiblərin ortada olan səsləri də ortadadır və bu günləri Samvel Karapetyanın, Qaqiq Sarukyanın, o cümlədən də Köçəryanın üçünün bir yerdə partiyalarının səsi təqribən
Paşinyan partiyasının səsinə bərabərdir. Orada indi əslində orada bugün gərgin mübarizə tərəfdarların qorunub saxlanılmasından daha çox biz bilirik ki, Ermənistanda son 2 seçkilərdir ki, cəmi iştirak faizi 48-49% həcmindədir. Yəni heç 50%-ə də çatmayıb. İndi bugün maksimum səfərbərlik o indiyə qədər seçkiyə gəlməyən insanları öz tərəfinə çəkməyə faktiki olaraq fokuslanıb. Amma yenə deyirəm, seçkidə nə baş verməsindən asılı olmayaraq, yəni nəyin bahasına olursa olsun, yəni böyük belə bir həcmdə müxalif liderlərinin həbsinə qədər də gediləsi olsa, Paşinyanın və onun komandasının belə deyək qələbəsi mütləq şəkildə təmin olunmalıdır. Bunun başqa bir yolu yoxdur. Ona görə də ondan sonra mən düşünürəm ki, biz Zəngəzur dəhlizi istiqamətində də fəaliyyətin aktivləşməsinə şahidlik edəcəyik. Yəni hələlik özləri deyək ki, bu prosesi dondurublar deyə düşünürsünüz. Bəli, bu həssas bir dövr olduğu üçün. Sonra baxarıq deyə. Düşünürəm ki. Rəşad bəy, biz az öncə dedik ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da İrəvandadır. Elə son verilən məlumata görə Paşinyan, yəni Ermənistanın baş naziri onunla görüşüb. Görüşdən görüntüləri izləyək əvvəlcə. Son, yəni qırmızı xalıda bu salamlama görüntüləridir. Və artıq gördüyümüz kimi Türkiyə-Ermənistan münasibətlərində də yavaş-yavaş yumşalmalar sezilir. Bu vaxta qədər Türkiyə və Ermənistan rəsmilərini biz bir arada Ermənistan yeni bazardır birincisi Türkiyə üçün. İndiyə qədər Azərbaycanla bağlı məsələ ilə bağlı bilirik ki, o bazarı əlindən buraxmışdı Türkiyə faktiki olaraq. Çünki Türkiyə iqtisadiyyatı, belə deyək, Ermənistana daxil olacağı halda təkcə Ermənistan bundan qazanmır ki, o cümlədən də Türkiyə bundan əlavə bazar olaraq qazanır. Və bu günlərdə o bazara girmək istəyirmi Türkiyə? Təbii ki, istəyir. Amma yenə deyirəm, ortada olduqca vacib, Türkiyə üçün daha vacib olan, yəni o sərmayədən, o gəlirdən vacib olan məsələlər var ki, onların icrası istiqamətində Ermənistanın addım atması şərtdir və bu günləri biz həmin o toplantıda da təkcə Ermənistan tərəfinin yox, ayrı-ayrı Avropa İttifaqı liderlərinin, o cümlədən də Avropa İttifaqı rəhbərliyinin də Cevdet Yılmazla bu istiqamətdə danışıqlarına mütləq şəkildə şahidlik eləyəcəyik. Hazırda biz Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısından görüntüləri izləyirik və ənənəvi ailə fotosu üçün liderlər bir araya gəlirlər. Kadrlara da baxaq, kimləri görə bilirik. Mən orada Albaniyanın baş nazirini görürəm. Zelenski oradadır. Macron birinci sırada. Kaya Kallas, Fransa prezidenti artıq oradadır, bilirik bunu. Kaya Kallas da orada təmsil olunur dedik, Avropa İttifaqının diplomatı və Türkiyədə vitse-prezident səviyyəsində təmsil olunur. Cevdet Yılmaz artıq öz yerini alıb. Avropa Siyasi Birliyinin 2026-cı il samiti düzdür, ildə 2 dəfə olur. Yəni bu samit sırf İrəvanda keçirilir. Və əslində bu samit indiki mərhələdə İrəvanda keçirilməsi və bu tərkibdə Zelenskinin və digərlərinin də iştirakı ilə keçirilməsi həm də Rusiyaya bir meydan oxumaq deməkdir və mütləq şəkildə Rusiya tərəfindən də bu istiqamətdə hansısa təzyiq irkaklarının işə salınacağı gözlənilir. Nə ola bilər, nə təzyiq? Deyək ki, Avropa liderləri indi İrəvanda toplaşıb, Paşinyan xoşbəxtdir və hesab edir ki, seçkidə bu onun əlinə işləyəcək, amma Rusiyadan da təzyiqlər onsuz da artıb. Hər gün demək olar ki, bu barədə Alen Simonyan səviyyəsində, Paşinyan səviyyəsində kifayət qədər sərt mesajlar verirlər. Hətta Alen Simonyan çox açıq danışdı sonuncu dəfə ki, müdaxilə ola bilər Rusiyadan və biz quberniyaya çevrilməyəcəyik dedi. Biz Belarus deyilik hətta şəklində bir Belarusa da ittiham səsləndirdi. Bundan sonra mənzərə daha da necə dəyişər? Bu da əslində gözlənilən idi. Avropa İttifaqının samiti ərəfəsində Ermənistanın yüksək vəzifəli şəxslərinin Rusiyaya yönəlik bu cür mesajlar verməsi lazım idi ki, Avropa İttifaqı da bu tədbir çərçivəsində və o cümlədən də Avropa İttifaqı ilə biz bilirik Ermənistan arasında da zirvə görüşü belə deyək keçirildi. Bu platformada qərbdən daha çox dəstək almaq üçün mütləq şəkildə Rusiyaya qarşı bu cür demonstrativ şəkildə bəyanatların verilməsi lazım idi. Rusiya bundan sonra nə edə bilər? Rusiya faktiki olaraq nə bacarırsa onsuz da eləyir. Biz belə deyək, küllü miqdarda maliyyə vəsaiti ayrılmasını da bilirik Ermənistan müxalifətinə. Biz müxtəlif belə deyək, vasitələrlə bütün
Rusiyaya bağlı 5-ci kolonun faktiki olaraq Paşinyan əleyhdarları arasında cəmləşdirilməsi ilə bağlı tapşırıqların verildiyini də bilirik. Biz iqtisadi cəhətdən, baxın, bu gün Ermənistan müxalifəti nə deyirsə ki, seçkilərdə Paşinyan hakimiyyətdə qalarsa Rusiya ilə münasibətlər nə olar? Bu istiqamətdə müxalifət nə deyirsə, Rusiyanın rəhbər vəzifəli şəxsləri avtomatik o istiqamətdə bəyanatlar verirlər və daha çox, belə deyək, ictimai rəyə təsir göstərməyə çalışırlar. Digər təzyiq imkanlarından istifadə eləyəcəkmi? Düşünürəm ki, indiki mərhələdə bu Rusiya lazım deyil. Rusiya üçün bu günləri Ermənistanda Paşinyanı belə deyək, devirəcək fiqurun olmadığını Rusiya özü də yaxşı bilir. Sadəcə bu gün parlamentə daha çox Rusiya meyilli şəxsin salınması və nəticə etibarilə Paşinyanı uzun müddət təzyiq altında saxlamaq üçün Rusiya bütün imkanlarından istifadə eləyir. Rəşad bəy, təşəkkürümüzü bildiririk. Mən təşəkkür edirəm, minnətdaram. Studiyamıza gəldiyiniz üçün.